Pilləkən düşüb qalxanda dizlərimizin altında, qapağın altında sanki iğnə sancması baş verirsə, oturub duranda ağrılar şiddətlənirsə, hərəkət etdikcə azalırsa, deməli bu sizin diz oynağında olan problemlərlə nə qədərdir. Həmin yerdə qığırdaq yeyilməsi, sümük yeyilməsi və həmin menskisdə olan problemlərlə nə qədərdir. Əkcərli 2 məhsulla bu problemləri aradan qaldırmaq mümkündür. Hansı məhsuldur? İyonlaşmış biokalsiyumdur. Tərkibi D vitaminlə zəngin olan, A-dan Z-yə qədər olan vitaminlər, eyni zamanda iyonlaşmış kalsiyumla zəngin olan bu məhsul qığırdaqları bərpa edir, sümüklərin möhkəmliyini saxlayır və orada olan sinovial mayenin normala salmasına köməklik edir. Eyni zamanda kortiseps məhsulu. Kortiseps məhsulu oynaq arası mayenin ödemini aradan qaldırır, orada olan iltihaplanmayı aradan götürür, immunitet səviyyəsini yüksəldir və həmin yerdə sağalma prosesini gücləndirir.